Salam, bugün sizlerle beraber məktəbdə nətər böyük gün keçirirəm serisinin ilk bölümündən qarşınızdayım. Bu seridə başdan aşağı məktəbdə nələr yaşadım, yaşamadım, hər şeyi sizə deyəcəm. İlk olaraq məktəbə gedirdim və məktəbə gəldikdən sonra dostum Hüseynlə görüşdüm və onunla çox uzun bir süre gözlədikdən sonra müəllim gəldi. Biz müəllimlə içəri girəcəkdik. İçəri girdik. Həmənki bir gün kimi mən ən arxaya oturub, dostum isə mənə hər zaman sevgi verdiyi üçün o da mən arxaya başladıq. Riyaziyyat dərsində ilk olaraq vurma cədvəlini keçdik. Vurmaya keçdikdən sonra üstə gəlmələrlə idik. Səhifə 70-də üstə gəlmələri keçərkən müəllimə biz 100 kişi, 2 qız və mən bizi üst qata çıxardı və orada bizim üçün bir test yazırdı. Biz o gün getmədiyimiz üçün test yazdıq, verdik və geri döndük. Sonra isə ilk tənəffüs vuruldu. Tənəffüsdə heç gözlənməyən bir şey olacaqdı. İlk tənəffüsdə əvvəl Yusif adlı bir uşaqla barışdıq, küstük. Və Oktay adlı birisi oyunun yanındaydı. Oktay hər nə olarsa olsun Yusifin yanında olurdu. Və mənim yanımda da güclülər var idi. Sinifin ikinci ən güclü oğlanı var Rəşad və can dostum Hüseynə biri vurduğu kimi mən müdahale edirdim. Və onlar da məcburen üzr istəyirdi. Əgər istəmədlərsə pis son. Neysə, işte bu sonla qarşılaşırdılar. Neysə, bunu bir kənara qoyaq. İndi gəlin burada nələr olacaq beraber baxalım. Tənəffüsdə ilk olaraq savaşa başladıq və o hamləyimə, o uşağı itməmlə savaş tamamı ilə başladı. Müəllimə çölə çıxdı. Müəllimə yoxkən Yusif heç gözləmədiyim bir anda enerjim sıfırlandığı üçün orada yorulmuştum. Amma hər nə olursa olsun Hüseynə can borcum vardı. Çünki onunla can dostluqla girmişdi. O beni son anda kurtarmıştı. Çünki əgər ki olmasaydı belki de indiyə qədər sinifdən dayak yemiş olarak çıxardım. Neyse, bunu bir kenara qoyaq. İşte Yusif Hüseyni itdi. Mən də müdahale elədim. Müdahale edildikdən sonra Yusif Oktay'a çox güvənirdi. Çünki qabağında dayana bilməyəcəyi güc yox idi. Və əgər ki qabağında dayanarlarsa həm ağlı, həm də gücü ilə yıxırdı. Amma onlar artıq köhnədən idi. Çünki sinifin təzə gücü mənəm. Neyse. Sinifin təzə gücü mən olduğum üçün hər şey mənim himayəm altındadır. İlk olaraq Yusifi bayağı bir patakladık Hüseynlə. Mən itdiyib Hüseynə bıraxdım artıq. Çünki yəqin ki o da deyirdim. Çünki çox pis pataklamışdım. Tam patakladım deyirdim. Birdən nə oldu? Yusif inanılmaz bir güclə Hüseynin qabağına çıxdı və Hüseyni heç olmadığı qədər mənim sınırlarıma qədər gətirdi. Mənim artıq səbrim daşdı və özümdən çıxdım və özümü kontrol edə bilmədim. İlk olaraq Yusif Rəşad da müdahale edəndə Oktay məcburən müdahale eləmək zorunda qaldı və böyük müttəfiqi olan Rəşadı itirdi. Rəşad əgər ki məni satarsa pis günlər üçün onlar qapıdaydı. Neyse, bunları bir kenara bıraxaq. O mənim can dostumdur. Hər zaman mənə köməyə gələr. Köhnədən məvzulu olsaq da indi barışmışıq və yaxın dostum. Neyse, Oktay gəldi. İkisini də mən elə bir patakladım. Patakladım deyəndə pataklamağı bırak hə. Uşaq elə bir haldaydı ki, üzü yara qara içində. Oktayla Yusifin üzü elə qanla dolmuşdu ki, qanları yanağından görükürdü, qıpqırmızı idi. Qızlar da yarağı olduğu üçün əlbəttə dedi. Neyse, İnci adında bir uşaq var. O bizi dedi. Hə, mən bir şey demədim çünki bilirsiniz ki, qızlara səs yüksəldilməz.
Neyse, onu bir kənara buraxaq. Mən də deyirəm ki, çünki onlar birinci başladı da. Düz deyirəm, hər şey. Birinci onlar başladı. Mən yerində otururdum, hə. Yandıq yerə Yusif Hüseyni dəsən vurub, görmədim tam orada. Hə, vurdu. Mən də müdahale elədim. Müdahale elədikdən sonra Hüseyni buraxdım təzən mövzuya dönsünlər, hə. Təzən oldu. Məndə sinir xəstəliyim var da. Mən psixolojim pozukdur, qardaş. Mən hissələndə özümdən çıxıram. Mən özüm nə adı olduğumu yadımdan çıxarıram, Belə eləyirəm ki, yəni mən hissələndə, sinif biri olsun, mənim qabağımda dayana bilməzlər. Sinif bir ordu qədər böyük olur, amma mənlə başa çıxa bilmirlər. Nəysə, onu da bir kənara buraxaq. İşte savaş başladı, bitti, elədi, Mən dedim ki, gəl barışaq. Çünki köhnədən çox yaxşı dostuyduq da. İkimiz elə yaxşı dostuyduq ki, məsələn, mən bir iftira atıldı, Uşaq müdahale eləyir, yox deyirdi. Amma o barışmağı rədd elədi. Mən də o yüzden rədd elədim. Təzdən bir də verdim, o yenə rədd elədi. Artıq sinirim upladı. Təşkilatı qurdum, təşkilatdakı bütün üyelərə xəbər verdim. Bir də dərs qutaran vaxtlarım, bir dənə müktəfik olan uşaq, keçirsə yanıma gəlib, deyirəm ki, yox. Mən də deyirəm ki, deməyə çalışıram, amma müəllimə baxır, deyirəm ki, sən Oqtay Gül'ün tərəfindəsən, o yüzden yox. Müəllimə də baxdığı üçün deyə bilmədim. Sonra bax, o Yusif adlı uşaq, Yusif adlı bir uşaq var təzədən, amma birisinin soyadı Abdullayev, birisi də Mahmudov'da. Savaşa başladılar. Savaşa başladıktan sonra nə oldu bilirsiniz? Ay Allah. Uşaqlar bir-birinə girdi. Birinci Yusif başladı. Vuran Yusif, bir də açılan Yusif vurdu, Savaş başladı. Bir uşaq birinə vurur, diğeri də qarşılıq verir. Mən də normaldır, elə vurur ki, birisi belənciyinə vurur, birisi elə vurur ki, əlin tərsini vurur. Birisi də belənciyinə əlini qılınc kimi gətirib vurur. Amma mən də deyirəm ki, qızlar bilə şok oldu, Qız bilir ki, bunlar da yaşayır. Mən deyirəm ki, bilmirəm, indi arxaya keçsəm təzən pataqlayacaq. Arxaya keçmək istədim. Dedim ki, arxaya keçim, yoxsa işlər qızışacaq. Müəllimə müdahale elədi, dayandılar. Və bitdi. Məktəb burada qurtardı. İzlədiyiniz üçün çox sağ olun, çox sağ olun. Bye.